Salam uşaqlar, axşamınız xeyir olsun. Bugün 10-cu siniflər üçün ilk mövzudan, yəni düz xəttli, bərabər sürətli və dəyişən sürətli hərəkətdən ta mexaniki rəqslər və dalğalar daxil olmaqla bu mövzuları əhatə edən sınavın izahını verəcəm sizə. Ümidvaram ki, sizlər üçün təkrar məqsədli olaraq faydalı olar. Belə şagirdlər vaxt itirmədən keçən sualların izahına. Deməli, birinci sualda bizə deyir ki, düzxətli hərəkət edən cismin koordinat zaman tənliyi x bərabərdir 6 üstəgəl 5t kvadratı minus 2t şəklindədir. Cismin başlanğıc koordinatının, başlanğıc sürətinin və təcilinin x oxu üzrə proyeksiyasını hesablayın. Deməli, şagirdlər, koordinat tənliyimizi ümumi olaraq yazsaq, x bərabərdir x0 üstə gəlinsin, v0t üzərinə gəlinsin, at kvadratı bölünsün 2. Bunu proyeksiya yazaq. Deməli, uşaqlar, gördüyümüz kimi, baxın, bu tək duran ədəd x0-ın qiymətidir. Deməli, baxanla görürük ki, x0-ımız 6-dır. Bura qeyd eləyək, bu 6 metrdir. Başlanğıc sürətimiz t-nin qarşısındakı ədəddir. Görürük ki, t-nin qarşısında burada mənfi 2 var. Yəni, bunun proyeksiyası mənfi 2 metr bölünsün saniyədir. Təcil isə uşaqlar t kvadratının qarşısındakı ədədin 2 mislidir. Yəni, t kvadratının qarşısında 5 var. 5-in 2 misli nədir? 10-dur. Deməli, təcilinin proyeksiyası müsbət 10 metr bölünsün saniyə kvadratıdır. Belə olan cavab uşaqlar görək hardadır? 6, mənfi 2 və 10. Doğru cavabımız C variantı. 32 nömrəli sualda deyir ki, cisim 0,5 metr böl saniyə kvadratı təcillə düzxətli, bərabər, yavaşlayan hərəkət edir. 4-cü saniyənin sonunda sürəti 8 metr böl saniyə olan bu cismin başlanğıc sürətinin qiymətini hesablayın. Deməli, şagirdlər, gördüyümüz kimi bizə təcilin qiyməti verilib ki, 0,5 metr bölünsün saniyə kvadratıdır. Zamanımız 4 saniyədir. Çünki 4-cü saniyənin sonu deyir. Və son sürətimiz isə 8 metr bölünsün saniyədir. Bizdən nə soruşulur? Bizdən başlanğıc sürət soruşulur. Deməli, şagirdlər, bildiyimiz kimi, bərabər təcilli hərəkətdə son sürət v bərabərdir v0 plus minus at ilə tapılır. Demişdik ki, əgər hərəkət bərabər yeyinləşən hərəkətsə plusundan istifadə edirik, yavaşlayansa minusundan istifadə edirik. Burada da yavaşlayan olduğuna görə minusundan istifadə edəcəyik. Deməli, son sürətimiz 8, başlanğıc sürəti bilmirik, çıxılsın. Təcilimiz nə qədərdir? Təcilimiz 0,5-dir. Vurulsun, zamanımız da nə qədərdir? 4-dür. Buradan 8 bərabərdir. V0 çıxılsın 2. V0-da nə olacaq? 8 plus 2-dən 10 metr bölünsün saniyə olacaqdır. Doğru cavabımız Y variantı. 33 nömrəli sual. Radiusu 24 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edən iki cisimdən birincisi başlanğıc zaman anında K nöqtəsindən, baxın düz bu nöqtədən, ikincisi isə M nöqtəsindən keçir. Birinci cismin xətti sürəti V1 bərabərdir 6 metr bölünsün saniyə. İkinci cismin xətti sürəti isə V2 bərabərdir 3 metr bölünsün saniyə olarsa, cisimlərin birinci dəfə hansı zaman anında görüşdüyünü hesablayın. Yəni, bizdən bu cisimlərin görüş müddətini soruşur. Deməli, şagirdlər, biz görüş müddətini tapmaq üçün bu cisimlər arasındakı məsafəni nisbi sürətə bölməliyik. Bunlar arasındakı məsafə budur. Baxın, bu K-dan başlayıb, bu M-dən başlayıb. Bunlar arasındakı məsafəyə də S deyirəm, uşaqlar. Yəni, bu məsafəni nə etməliyik? Tapmalıyıq. Və yox, istəsəniz, gəlin onu L ilə göstərək. Bunlar arasındakı məsafəni bölürük nisbi sürətə. İndi uşaqlar, burada məsələ nədir? Deməli, uşaqlar, görək bu cisimlər arasındakı məsafə nə qədərdir? Bunu tapmaq üçün gəlin biz ilk öncə ümumi çevrənin uzunluğunu hesablayalım. 2 pi r-lə.
Bu da 2 vurulsun pi 3, radiusumuz da 24. Buradan nə alırıq? 144 metr alırıq. Bunu ümumi çevrəyə tamamlasaq uşaqlar, gördüyümüz kimi baxın bu qövs, yəni bu el dediyimiz isə ümumi çevrənin 1/4 hissəsini təşkil edir. Yəni bu element tapmaq üçün bura bir L1 deyəyin istəsəniz, bu ümumi çevrənin 1/4-ni təşkil edir. Yəni buradan L1 bərabərdir. Ümumi çevrənin uzunluğu 144-dür. Bunu vururam 4/1-ə. Buradan nə alırıq biz? 36 metr alırıq. Deməli, baxın bu qövsün uzunluğu, yəni bunlar arasındakı məsafə 36 metr imiş. Onda yazıram 36 bölünsün. Nisbi sürət nədir uşaqlar? Gördüyümüz kimi bu cisimlər eyni istiqamətdə hərəkət edirlər. Əgər cisimlər eyni istiqamətdə hərəkət edirlərsə, biz bilirik ki, nisbi sürəti tapanda sürətləri bir-birindən çıxırıq. Yəni V1 çıxılsın V2. Yəni 6 çıxılsın 3. 36-nı da 3-ə böləndə cavabımız olacaqdır 12 saniyə. Doğru cavabımız D variantı. 34 nömrəli sual. Maddi nöqtənin çevrə üzrə hərəkətində mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? Gördüyümüz kimi uşaqlar bizə bucaq sürətini sabit verib. Onda biz təcilin bucaq sürəti ilə olan ifadəsindən istifadə etməliyik. Bu da A bərabərdir omega kvadratı R-dir. Əgər burada bucaq sürəti dəyişməyibsə, təcil radiusla düz kvadratik şəkildə asılı olacaqdır. 35 nömrəli sual. Kütləsi 3 kiloqram olan taxta parçasının həcmini hesablayın. Deməli, şagirdlər bizə kütləni verib ki, 3 kiloqramdır və sıxlığı verib ki, 600 kiloqram bölünsün kub metrdir. Bizdən nəyi soruşur? Həcmi soruşur. Deməli, şagirdlər biz bilirik ki, sıxlığın düsturu rho bərabərdir M bölünsün V-dir. Biz buradan V-ni tapanda alırıq ki, M bölünsün rhodur. Buradan da yerinə yazsaq, M 3-dür, rho da 600-dür. Düzdürmü? Buradan nə alırıq biz? Kub metrini alırıq. Hal-hazırda biz cavabı kub metrini alırıq. Düzdürmü? İndi mən bunu kub desimetrindən ifadə eləməyim üçün bunu vurmalıyam minə. Minə vuranda kub desimetrindən ifadə eləmiş oluram. Düzdürmü? İstəsəniz gəlin belə eləyəyim. Buradan bərabərlik qoyandan sonra yazaq. Buradan olacaqdır. Deməli 600-də 3 vurulsun 1000-ə. Desimetrin kubuna. Buradan da cavabımız nə olacaq? Bax 2 0, bu 2 0-la getdi. 3-ü ona vurdum. 30, 6-ya da böləndə olacaqdır 5 kub desimetr. Doğru cavabımız D variantı. 36 nömrəli sual. Cismə tətbiq edilmiş 3 qüvvənin əvəzləyicisinin modulunu hesablayın və bölgülər arasındakı məsafə bərabərdir. Bunu belə düşünək uşaqlar. Tutaq ki, baxın, burada bir cismimiz var bizim. Düzdürmü? Ortaya bir cismimizi göstərdik. F1 qüvvəsinə baxıram ki, sola tərəf yönəlib və neçə bölgüdür? 1 bölgü, 2 bölgü və 3 bölgüdür. Və hər bölgüdə 4 newtondur. Onda 3 bölgü olacaq 12 newton. Deməli, bu cismə sola tərəf, baxın, sola tərəf 12 newton qüvvə təsir edir. 12 newton. Keçdik indi F3-ə. 1, 2, 3, 4 və 5 bölgüdür. Hər bölgü 4-dürsə, F3 olacaqdır 20 newton və 20 newton da oldu sağa tərəf. Çünki bu F3 sağa tərəf yönəlib. Gəlirəm F2-yə, bu da 1 bölgü 2 bölgüdür, o da sağa tərəfdir. 1 bölgü 4-dürsə, 2 bölgü olacaqdır 8 newton. İndi uşaqlar, əvəzləyici qüvvəni hesablasaq, F əvəzləyici bərabərdir. Baxın, bu iki qüvvə sağa tərəf yönəlib. Onda bunları toplayıram. 20 üstə gəlsin 8. 12 isə onların əksinə yönəldiyinə görə çıxıram. Çıxılsın 12. Buradan da cavabımız olacaqdır 16 newton. 37 nömrəli sual. Kosmik raketə təsir edən ağırlıq qüvvəsinin yer səthindən olan hündürlükdən asılılıq qrafiki hansıdır? Tutaq ki, uşaqlar, baxın, bu yerdir. Düzdürmü? Yer səthindən tutaq ki, müəyyən bir hündürlükdə bir cisim var. Bir cismimiz var.
M kütləli bir cisimdir. Bu yerin kütləsinə də bir M deyirəm. Bu da nədir? Bu da yerin radiusudur. İndi ən azından düstur yadınızda qalmasa. Deməli uşaqlar, biz də bilirik ki, iki dənə maddi nöqtə arasındakı cazibə qüvvəsi J vurulsun, M1, M2 bölünsün, R kvadratıdır, düzdürmü? İndi R kvadratıdır. İndi mən bu düsturu bax bura tətbiq eləyəcəm. Necə yazmalıyam? F, hər hansı cisim burada hər hansı müəyyən bir nədədir? Müəyyən bir H hündürlüyündədir, düzdürmü? Onda mən yazacağam ki, F bərabərdir, J vurulsun, M1-in yerinə yazacağım ki, balaca M, çünki cismin kütləsidir, vurulsun. M2-nin yerinə yazacağım yerin kütləsi, böyük M, bölünsün. İndi bax, buradakı R cisimlə bu məsafədir də. Bax, yerin mərkəzi ilə bu cisim arasındakı, baxın, bu məsafəyə, yəni bunun rəngi dəyişib göstərim istəsəniz. Bax, belə deyək də. Bunlar arasındakı bu məsafəyə də mən R deyirəm. Balaca R deyirəm. Onda burada balaca R, böyük R üstəgəl H olmazmı? Olar. Onda burada yerinə yazsaq, balaca R-in yerinə bunu yazanda olacaqdır R plus H-ın kvadratı. Biz də bilirik ki, yer səthində, yəni F0 ilə göstərsəm, J vurulsun, M bölünsün, R kvadratıdır. Yəni, yer səthində bir cismə qüvvə təsir edir də. Amma yer səthindən uzaqlaşdıqca, yəni yer səthindən müəyyən bir hündürlüyə qalxdıqca, bu H neyinir? Bu H artır. Hündürlük artır. Onda F neyniyəcək? Azalacaq. Amma necə azalacaq? Müəyyən bir qiymətdən başlayıb azalacaq. Çünki bunun yer səthində zaten müəyyən bir F0 qiyməti var. Amma bu hündürlük artdıqca bu neyniyəcəkdir uşaqlar? Azalacaqdır. 38 nömrəli sual. Cismə təsir edən dartı qüvvəsi sürüşmə sürtünmə qüvvəsindən 4 dəfə çoxdur. Yazaq onda. F dartı bərabərdir 4 dənə F sürtünmə. Yəni, istəsəniz böyük yazaq. Deməli, F dartı bərabərdir 4 dənə F sürtünməyə. Yəni, dartı qüvvəsi sürtünmə qüvvəsindən 4 dəfə çoxdur deyir. Kütləsi 5 kiloqram olan bu cisim ilə səth arasındakı sürtünmə əmsalı 0,2 olarsa, cismə təsir edən əvəzləyici qüvvəni uşaqlar bizdən soruşurlar. İndi məsələ burada nədir? İlk öncə gəlin sürtünmə qüvvəsini tapaq. Biz bilirik ki, üfüqi səthdə sürtünmə qüvvəsi, ümumiyyətlə sürtünmə qüvvəsinin düsturu həmişə nədir demişik? Mü-N'dir. Bax, bunu unutmayın. Buna bəzən mən sürtünmə qüvvəsi nədir soruşanda uşaqlar həmən dəqiqə müəllim müəyyən deyirlər. Amma həmişə müəyyən deyil. O şərtə görə dəyişir, şəklə görə dəyişir. Həmişə sürtünmə qüvvəsinin düsturu uşaqlar mü-N'dir. Gəl indi burada həmişə N'ə görə sürtünmə qüvvəsi dəyişəcək. İndi bu cismə aşağı doğru hansı qüvvə təsir edir? Aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Bir də dayaq tərəfindən buna hansı qüvvə təsir edir? Reaksiya qüvvəsi təsir edir. Düzdürmü? Başqa qüvvə varmı şaqil yönələn? Yoxdur. Ona görə N nəyə bərabər olacaq? N bərabər olacaq mg-yə. Gətirib N-in yerinə mg yazanda, baxın, artıq burada sürtünmə qüvvəsi mg olmuş olur. Aha, indi gəlin sürtünmə qüvvəsini hesablayaq. F sürtünmə bərabərdir. Mg-yə görə mü 0,2-dir. Vurulsun M 5-dir. J də 10-dur. Buradan sürtünmə qüvvəsini alırıq biz 10 Newton. Və az öncə yuxarıda demişdik ki, dartı sürtünmədən 4 dəfə çoxdur. Yəni, sürtünmə 10-dursa, dartı qüvvəsi olacaqdır onda 4F sürtünmədən 4 vurulsun 10. Yəni, dartı qüvvəsi də 40 Newton imiş. Yazağın, deməli, dartı qüvvəmiz oldu 40 Newton. Sürtünmə qüvvəmiz də oldu, deməli, nə qədər? 10 Newton. İndi bizdən nə soruşur? Bizdən soruşur əvəzləyici qüvvəni. Əvəzləyici qüvvə necə tapılır? Cismə təsir edən qüvvələr əks istiqamətdədirsə çıxılır, eyni istiqamətdəsə toplanır. Baxıram ki, dartı qüvvəsinə sürtünmə qüvvəsi əks istiqamətdə yönəlib. Onda biz əvəzləyici qüvvəni tapanda dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxmalıyıq. Dartı qüvvəsi 40, sürtünmə qüvvəsi 10, deməli əvəzləyici qüvvəmiz olacaqdır 30 Newton. Doğru cavabımız B variantı.
Davam edən uşaqlar, 39 nömrəli sualda deyir ki, tarazlıqda olan bir cins lingin kütləsini hesablayın. Fikir verin, bir cins lingdir və bu lingin kütləsini hesablayır. Demək, bu lingin kütləsi varsa, onda lingə bir aşağı doğru, düz mərkəzdən aşağı doğru nə təsir edir? Bir ağırlıq qüvvəsi təsir edir. Yəni mg. Baxın, bu mg-ni hesablamalıyam. İndi nə demişik? Bu lingə aşağı təsir edən qüvvələrin cəmi ilə yuxarı təsir edən qüvvələrin cəmi bərabər olmalıdır. Aşağı nələr var? Aşağı F1 var. Aşağı F2 var. Aşağı mg var. Bu bərabər olmalıdır yuxarı yönələn reaksiya qüvvəsinə. Deməli, F1-imiz 5, F2-miz 20 üzərinə gəlsin. Mg-miz, J-ni yenə 10 yazsam 10M bərabər olacaqdır. Reaksiya qüvvəsi 35-ə. Buradan deməli 10M bərabər olur. Sol tərəf 25-dir. Sağa keçirsəm 35 çıxılsın 25-dən olur 10. Deməli M buradan nə alınır? M də buradan alınır 1 kiloqram. Deməli bu lingin kütləsi uşaqlar 1 kiloqramdır. 40 nömrəli sualda deyir ki, hansı kürəcik və ya kürəciklər dayanıqsız tarazlıq halındadır? Dayanıqsız tarazlıq odur ki, cismi tarazlıq vəziyyətindən çıxarandan sonra yenidən əvvəlki vəziyyətinə qayıda bilmir. Baxın, 2-ni mən tarazlıq vəziyyətinə çıxarıb bura gətirsəm, bu geri qayıdacaq. Yəni bu dayanıqlıdır. 4-ü tarazlıq vəziyyətinə çıxarıb bura gətirsəm, 4 də geri qayıdacaq. 3 fərqsizdir. Hara gətirib qoyursam, orada da dayanacaq. Dayanıqsız odur ki, cismi tarazlıq vəziyyətindən çıxarsam, geri qayıda bilmir. Bax, gətirib bura qoysam, bu heç vaxt geri qayıda bilməz. Ona görə bu nədir? Dayanıqsızdır, yəni yalnız 1. 2 ilə 4 dayanıqlıdır, 3 fərqsizdir. 41 nömrəli sual. Kütləsi 6 kiloqram olan yükü tarazlıqda saxlayan F qüvvəsinin qiymətini hesablayın. Bölgülər arası məsafələr eynidir. Lingin çəkisi nəzərə alınmır. Deməli, uşaqlar, kütləsi 6 kiloqram olan yük. Baxın, bu yükün kütləsi deməli nə qədərdir? 6 kiloqramdır. Onda buna aşağı doğru 60 Newton ağırlıq qüvvəsi təsir edir. Düzdürmü? Yəni, yükün kütləsi 6 kiloqramsa bu 60 Newtondur. İndi uşaqlar, baxın, bu da dayaq nöqtəsidir. Bu dayaq nöqtəsinə görə momentlər qaydasını yazacağım. Momentlər qaydası nədir? Tarazlıq şərtinə görə. M1 M2-yə bərabər olmalıdır. Yəni, bu F qüvvəsinin momenti ilə bu 66 kiloqram kütləli yükün momenti necə olmalıdır? Bərabər olmalıdır. Onda mən yazıram. Moment də bilirsiniz ki, momentin düsturu, qüvvə momentin düsturu. F vurulsun D-dir. Onda yazacağım ki, F vurulsun, F-in dayağa qədər qolu neçə bölgüdür? 1, 2, 3, 4, 5 bölgüdür. Yazıram, F vur 5 bərabərdir. 60 vurulsun. 60-ın dayağa qədər qolu, bax, bu qədərdir. Bu da 2 bölgüdür. Vurulsun 2. Buradan baxın, alırıq ki, F bərabərdir. 60 vurulsun 2 bölünsün 5-dən olacaqdır 24 Newton. Doğru cavabımız C variantı. 42 nömrəli sual. Birinci mali müstəvi qüvvədə 3 dəfə qazanc verir. Qazancı Q ilə göstərəcəm. Deməli, birinci mali müstəvi 3 dəfə qazanc verir. Mənə deyir ki, ikinci mali müstəvi qüvvədə neçə dəfə qazanc verir? Biz də bilirik ki, mali müstəvinin qüvvədə qazancı Q bərabərdir, yəni qazanc bərabərdir. L bölünsün H-dır. Doğrudurmu? Fikir verirsinizsə, hər iki mali müstəvinin hündürlüyü eynidir. Yəni, H-ımız eynidir. Bu eyni. Bu eynidirsə, onda qüvvədə qazanc mali müstəvinin uzunluğu ilə düz asılıdır. Onda düz asıllıq qursaq, yazarıq ki, qazanc 1 bölünsün qazanc 2 bərabərdir. Birinci mali müstəvinin uzunluğu bölünsün ikinci mali müstəvinin uzunluğuna. Buradan da birinci mali müstəvinin qüvvədə qazancı 3-dür. İkinci mali müstəvinin qüvvədə qazancını bilmirik. Bərabərdir. Birinci mali müstəvinin uzunluğu L1 bölünsün ikinci mali müstəvinin uzunluğu. Yəni L2 0.6 L1-ə bərabərdir. L2-nin də yerinə yazıram 0.6 L1. L1-lər getdi. Burada ikinci mali müstəvinin qazancı bərabər olacaqdır. 3 vurulsun 0.6. Yəni 1.8 dəfə qazanc verəcəkdir. 43 nömrəli sual. Newton vurulsun metr ifadəsi BC-də hansı fizik kəmiyyətin vahidinə uyğundur? Bax, Newton qüvvənin vahididir. F yazıram. Vurulsun. Metrdə
məsafənin ya qüvvə qolunun vahididir. F vur D bizə nəyi verir? Qüvvə momentini verir. F vurulsun D. Başqa nəyin vahid olardı? Əlbəttə ki, işin də vahid ola bilərdi. A bərabərdir F-ə görə. O da Newton vur metrdir. Amma burada işi verməyib, qüvvə momentini verib. Ona görə cavabımız B olacaq. 44 nömrəli sual. Cismin sürət və təcil vektorları təsvir edilmişdir. Bu cismin impulsu və cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlir? Biz demişik ki, uşaqlar həmişə impuls, cismin impulsu sürət istiqamətində yönələcək. Yəni sürət də yuxarı olacaqdır. Əvəzləyici qüvvədə demişik ki, həmişə təcil istiqamətində yönəlir. Təcil də sağa doğrudur. Deməli, yuxarı və sağa doğru cavabımız D variantı. Qüvvə impulsu deyə bilərlər uşaqlar. Qüvvə impulsu da əvəzləyici qüvvə istiqamətində yönəlir. 45. Faydalı işin sabit qiymətində yazaq. A faydalı bərabərdir konstant. Faydalı işin sabit qiymətində görülən tam işin, baxın, tam işin qiyməti 2 dəfə artarsa, deyir ki, faydalı iş əmsalı necə dəyişər? Uşaqlar bilirik ki, faydalı iş əmsalı faydalı işin tam işə nisbətinin faizlə ifadəsidir. Düzdürmü? İndi bizə də deyir ki, faydalı işin sabit qiymətinə, yəni bu sabitdir. Onda baxıram ki, faydalı iş əmsalı tam işlə tərs mütənasib şəkildə asılır. Yəni tam iş 2 dəfə artarsa, onda faydalı iş əmsalı 2 dəfə azalacaqdır. Doğru cavabımız D variantı. 46 nömrəli sualı deyir ki, düzxətli bərabər yeyinləşən hərəkət edən verilmiş kütləli cismin impulsunun modunun zamanlı asılıq qrafiki hansıdır? Deyir ki, bərabər yeyinləşən. Bərabər yeyinləşən hərəkətdə sürət neynir? Artır. P bərabərdir M vurulsun V-yə görə impuls da sürətlə düz asıldır. Yeyinləşən hərəkətdə sürət artırsa, impuls da artacaqdır. Amma xətti şəkildə. Çünki, baxın, buradan M vurulsun, V-nin yerinə yazaram ki, V0 yeyinləşəndə plus AT. Fikir verirsinizmi? Burada impuls T ilə xətti şəkildə asıldır. Sürətin qrafiki ilə impulsun qrafiki uşaqlar eyni olur həmişə. Bunu unutmayın. Keçdik növbəti suala. 47. Rəqs amplitudu, yəni XM-i 5 cm. Rəqs periodu T bərabərdir 0,8 saniyə. Olan rəqqasın ilk 1,2 saniyə ərzində T bərabərdir 1,2 saniyə ərzində getdiyi yolu hesablayın. S bərabərdir sual. Uşaqlar, qətiyyən düsturu əzbərləməyin. Yəni, bu düstur kitabda var. Sizə bir şey deyirəm uşaqlar. Ümumiyyətlə, həmişə bir tam perioda 4 amplitud düşür. Çünki biz qrafiklərdə periodu tapanda nə edirik? 4 dənə amplitud sayırıq. Ona görə həmişə bir tam perioda 4 amplitud düşür. İxtiyari T anına isə S məsafəsi düşür. Baxın, bu mütənasibliyi qura bildinizsə, vəsə. Yəni, bu düsturu qətiyyən əzbərləmirsiniz. Kitabda bu S-i tapandan sonraki düstur verilib. İndi gəlin yazağın. Deməli, periyodum nədir? Periyodum 0,8-dir. 0,8-ə nə düşür? Və yaxud istəsəniz bu nisbəti qurandan sonra elə buradan məsafəni tapın. S-i buradan tapanda olur 4xm vurulsun balaca T bölünsün böyük T. Baxın, bu düstur kitabda var, amma dediyim kimi əzbərləməyin. Bu, belə deyək, mütənasibliyi qurmağı yadda saxlayın. Buradan yerinə yazsaq qiymətləri 4 vurulsun. Cavablar santimetrlə verdiyinə görə mən də çevirmə aparmıram. Amplitudum 5 santimetrdir. Vurulsun zamanım 1,2-dir. Bölünsün periyodum da 0,8-dir. Buradan 5-i 1,2-yə vuranda eləyir 6. 6-nı da 4-ə vuranda 24. Bölürəm 0,8-ə. Bu da olacaqdır 30 santimetr. Doğru cavabımız D variantı. 48 nömrəli sual. Elastiki deformasiya halında yayların uzanmasının onların uclarına təsir edən qüvvənin qiymətindən asılılıq diaqramında hansı nöqtə yayın potensial enerjisinin ən böyük qiymətinə uyğundur? Baxıram ki, əlimdə nə var? Koordinat. Əlimdə nə var? Qüvvə. Nəyi soruşur? Potensial enerjinin böyük qiyməti. Düşünürəm. Yayın potensial enerjisinin hansı düsturu var ki, bu kəmiyyətlər orada iştirak eləsin? Əlbəttə ki, bu Y potensial bərabərdir. F vurulsun X bölünsün 2-dir.
Demənə deyir ki, potensial enerjinin böyük qiyməti. Deməli, potensial enerjinin böyük qiyməti olması üçün bu hasilin böyük olmaq lazımdır. Bu hasilin də böyük olması üçün gərək hər iki kəmiyyətin, həm F-in, həm X-in nəyi olsun? Böyük qiymətləri olsun. X-in böyük qiymətləri 2 ilə 3-dür. F-in böyük qiymətləri isə 3 ilə 4-dür və bu xəttlər harada kəsişdi? 3 nöqtəsində kəsişdi. Deməli, doğru cavab 3-dür. 49 nömrəli sual. X bərabərdir 6 sinus 3t qanunu ilə rəqs edən rəqqasın sürətinin amplitud qiymətini hesablayın. İlk öncə bu hansı tənlikdir uşaqlar? X bərabərdir xm sinus omega t'dir. Deməli, buradakı 6 nəyin qiyməti gördüyümüz kimi? Amplitudun qiyməti. Deməli, bizim x'imiz 6 santimetrdir. Omegamız isə 3 hertzdir. Nə soruşur? Sürətin amplitudu, yəni maksimal qiyməti, Vmax-ı soruşur. Biz də bilirik ki, bizim maksimal sürətimizin belə bir ifadəsi var. Vmax bərabərdir omega vurulsun xm. Buradan da Vmax bərabərdir. Cavablar santimetrlə verilənə görə çevirmə aparmıram. Omegam 3-dür, xm 6-dır. Buranda cavabımız olur 18 santimetr bölünsün saniyə. Doğru cavabımız B variantı. Növbəti sualla davam ediyor uşaqlar. Deyir ki, rəqs amplitudunu ölçmək üçün istifadə olunan cihaz hansıdır? Rəqs amplitudu dediyim şey xm-dir. Xm də nədir? Cismin tarazlıq vəziyyətindən maksimal uzaqlaşdığı məsafədir və vahidi 1 metrdir. Məsafə isə nəyini ölçərik? Xəttkeşlə ölçərik. Növbəti sualla davam edən uşaqlar. 51 nömrəli sualda deyir ki, Riyazi rəqqasın rəqs tezliyi hansı ifadə ilə təyin edilir? Bunu əzbər bilməlisiniz. Bu 1/2 pi kök altında j bölünsün L düsturudur riyazi rəqqas üçün. 52 nömrəli sual. Əvəzləyici qüvvə və qüvvə impulsu üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edir. Deməli uşaqlar, vektorial fiziki kəmiyyətdir. Hər ikisinə aiddir bu. Nəzəri sualdır. Ədədi qiymətcə cismin impuls dəyişməsinə bərabərdir. Bu qüvvə impulsuna aiddir. Ədədi qiymətcə vahid zamandakı cismin impuls dəyişməsinə bərabərdir. Bu əvəzləyici qüvvədir. Düzxətli bərabər sürətli hərəkətdə qiyməti 0-a bərabərdir. Bu hər ikisi üçün ortaqdır. Deməli 3, 2, 1, 4. Doğru cavabımız C variantı. 53 nömrəli sual. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Cismin yer tərəfindən cəzb olunduğu qüvvədir. Bu ağırlıq qüvvəsidir. Yerin cazibəsi nəticəsində cismin dayağa və askıya göstərdiyi təsirdir. Bu çəkidir. Ağırlıq qüvvəsi cismə tətbiq olunur. 2. Çəki isə dayağa və askıya tətbiq olunur. Ona görə 1 uyğun gələcək. 3, 4, 2 və 1-dir. 54 nömrəli sual. Yer səthindən h bərabərdir 3 metr hündürlükdən sərbəst düşən cisim üzərində 15 kilojul iş görən ağırlıq qüvvəsinin modulunu kilonewtonla hesablayın. Deməli, sərbəst düşür və nə qədər iş görüb? A bərabərdir 15 kilojul iş görüb. Ağırlıq qüvvəsinin qiymətini soruşur. Deməli uşaqlar, işin düsturu biz bilirik ki, Fs-dir. İndi bu 3 metrdən düşdüyü üçün 3 metr məsafə qət edir. Ona görə mən yazıram ki, A ağırlıq bərabərdir F ağırlıq vurulsun H. Yəni Fs düsturudur da bildiyimiz əslində. Buradan da onda ağırlıq qüvvəsi bərabər olacaqdır. Ağırlıq qüvvəsinin işi bölünsün H. Ağırlıq qüvvəsi deməli 15 kilojul iş görüb və h da 3 metrdir. Bu da bizə verəcəkdir 5 kilonewton. 55 nömrəli sual. 10 metr böl saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edən, impulsu isə 20 kiloqram vur metr böl saniyə olan cismin kinetik enerjisini joule hesablayın. Deməli, sürətin qiyməti V bərabərdir 10 metr bölünsün saniyədir və impulsu da 20 kiloqram vur metr böl saniyədir. Bizdən nə soruşur? Kinetik enerjini. İndi uşaqlar, düşünürük ki, kinetik enerjinin hansı düsturundan istifadə eləməliyik? Əlbəttə ki, bu kinetik enerjinin P vur V bölünsün 2 düsturudur. Yerinə qiymətləri yazaram. Impulsum 20-dir. Vurulsun sürət 10-dur. Bölünsün 2. Cavabımız buradan olacaqdır 100 joule.
56 nömrəli sual. K2 bərabərdir 2K1 və M2 bərabərdir M1 olarsa, tarazlıqda olan çəkisiz yaylarda yaranan elastik qüvvələri və yayların uzanmaları arasındakı hansı münasibət doğrudur? Əlbəttə ki, hər bir cismə ağırlıq qüvvəsi təsir edir, düzdürmü? Buna M1J təsir edir. Buna da M2J ağırlıq qüvvəsi təsir edir. Və yay tərəfindən, yəni bu deformasiya olunur ağırlıq qüvvəsinin təsiri ilə. Və bu zaman uşaqlar deformasiyanın əksinə bir qüvvə yaranır. Həmin qüvvəyə biz nə demişdik? Elastik qüvvəsi demişdik. Yəni burada bir elastik qüvvəsi yaranacaq. Buna F1 deyirəm. Bu yayda yaranan da elastik qüvvəsinə mən F2 deyirəm uşaqlar. İndi tarazlıqdadırsa, yuxarı və aşağı təsir edən qüvvə bərabər olmalıdır. Deməli, F1-imiz M1J-dir. F2-miz isə nədir? M2J-dir uşaqlar. Yəni gördünüzmü? Burada KX-dan istifadə eləmədik. Çünki elastik qüvvəsi ağırlıq qüvvəsinə bərabər oldu. İndi burada bizə deyir ki, kütlələr eynidir. Kütlələr eynidirsə, deməli, avtomatik qüvvələr də bərabər olacaq. Deməli, 1 2-dir. Bəs uzanmanı necə eləyəcəm? Uzanmaları necə eləyəcəm? Deməli, uşaqlar, biz bilirik ki, elastik qüvvəsi nəyə bərabərdir? KX-ə. Burada da F nəyə bərabər olmuşdu? MJ-yə. Onda F-in yerinə MJ yazsam, MJ bərabərdir KX-a, düzdürmü? Belə də gedə bilərsiniz, F-ə görə də gedə bilərsiniz. Buradan X-i tapanda nə alırıq biz? MJ bölünsün K alırıq, düzdürmü? MJ bölünsün K alırıq. Deməli, M-lər eynidir, J-lər eynidir. Onda uzanma yayın sərtliyi ilə tərs mütənasib şəkildə asılıdır. Onda asıllıq qurarıq ki, X1-in X2-yə nisbəti bərabərdir K2-nin K1-ə nisbətinə. Birincidə gördünüzmü? Elastik qüvvəsinin müqayisəsində K-dan istifadə etmədik. Çünki elastik qüvvəsi burada ağırlıq qüvvəsinə bərabər olmuşdu tarazlıqda. Deməli, yerinə yazsaq, X1 bölünsün X2 bərabərdir. K2-ni bizə yuxarıda fikir verirsinizsə 2K1 verib, K2-nin yerinə yazıram 2 dənə K1 bölünsün K1. K1-lər getdi, bu bizə 2-ni verdi. X1 böl X2 2-dirsə, deməli buradan alınacaq ki, X1 2 dənə X2-yə bərabərdir. Belə bir variant da 4-də verilib. Deməli, doğru cavablarımız 2 və 4 olacaqdır. Növbəti sual 57. Sadə mexanizmlər üçün uyğunluğu müəyyən edin. Blokların çəkisi və sürtünmə nəzərə alınmır. Qüvvədə qazancı tapmalı uşaqlar. Bunu necə təyin edəcək? Biz bilirik ki, eyni ipdə eyni qədər gərilmə olur. Gəlin hər bir variantlarda görək neçə dəfə qazanc var. Fikir verirsinizsə, ipin ucuna F qüvvəsi təsir edir. Eyni ipdə eyni qədər gərilmə olduğuna görə, bax bu ipin davamıdır bu ip. Onda burada F-dir. Eyni ipin davamıdır. Burada F-dir. Eyni ipin davamıdır. Burada F-dir və eyni ipin davamıdır. Burada nədir? F-dir. İndi fikir veririk bu bloka. Bu bloka yuxarı doğru neçə dənə qüvvə təsir edir? 1F, 2F, 3F və 4F. Deməli, yuxarı nədir? 4F-dir. Aşağı nədir? MJ-dir. Onda bu cisim üçün tarazlıq şərtini yazsaq, bu cismə yuxarı doğru 4F təsir edir. Aşağıda MJ təsir edir. Buradan da F-i tapanda nə alıram mən? MJ bölünsün 4. Deməli, bu 4 dəfə qazanc verdi. 3-ə avtomatik getdi A variantı. Gəlirəm B-yə. Bura F-dirsə, eyni ipdə eyni qədər gərim olduğuna görə burada F-dir. Eyni ipdə eyni qədər gərim olduğuna görə burada F-dir. Eyni ipin davamıdır, burada F-dir. Baxıram bu bloka. Bu bloka yuxarı doğru 1F, 2F və 3F təsir edir. Onda burada da yuxarı doğru tarazlıq olması üçün 3F olmalıdır. Bu cismə də aşağı doğru MJ təsir edir. Bu cismə baxsam, yuxarı və aşağı təsir edən qüvvələri bərabərləşdirsəm, yuxarı 3F-dir, aşağı isə MJ-dir. Düzdürmü? Buradan da F-i tapanda nə alırıq? Alırıq ki, MJ bölünsün 3-dür. Deməli, 3 dəfə qazanc verir, 2-yə getdi B variantı. Keçdik C-yə. Bura F-dirsə, yəni bura F təsir edirsə, eyni ipdə eyni qədər gərilmədir. Burada F-dir, avtomatik, burada F-dir. Bu bloka yuxarı doğru 2F təsir edir. Yuxarı 2F-dirsə, burada 2F-dir avtomatik, aşağıda MJ-dir. Bu cismə baxıram ki, yuxarı 2F, aşağı MJ bərabərləşdirdim. F-i də buradan alıram ki, MJ bölünsün 2. Deməli, 2 dəfə qazanc verir. 1-ə C variantı getdi. D-yə gələk. Bura F-dirsə, avtomatik burada F-dir. Avtomatik burada F-dir. Deməli, buna yuxarı doğru 2F təsir edir. Artıq buradan təyin elədim ki, elə birbaşa 2 dəfə qazanc verəcək. Ona görə bir dənə D də getdi. Y-yə gəldik. Bura F-dirsə, eyni ipdə eyni qədər gərilmə olduğuna görə burada F-dir.
Eyni ipdə eyni qədər gərim olduğuna görə burada F-dir, burada F-dir. İndi baxıram ki, bax bu cismi, baxın bu cismi, bax bu dayağı saxlayıb, düzdür? Bu ip saxlayıb. Bu ip də 2 dənə blok tarazda saxlayır. Bir bu blokdur, bir də bu blokdur. İndi baxıram, yuxarı 1F, yuxarı 1F, 2F, 3F, bu da 4F. Deməli, yuxarı 4F var. Aşağı da MJ var. Deməli, buradan 4F bərabərdir MJ-yə. F də nə alınır? MJ bölünsün 4 alınır. Deməli, bu da 4 dəfə qazanc verir. 3-ə də Y variantı gedəcəkdir uşaqlar. Deməli, uşaqlar, keçən növbəti suala. Situasiya sualları. Deyir ki, yaylı rəqqas K və L kənar nöqtələr arasında o tarazlıq vəziyyəti ətrafında harmonik rəqs edir. K kənar nöqtəsindən hərəkətə başladığı andan etibarən, deməli K-dan hərəkətə başlayıb. Diqqətli olaq. Düz bu nöqtədən hərəkətə başlayıb. Başladığı andan etibarən o tarazlıq nöqtəsinə çatana qədər cismin kinetik enerjisinin və yayın potensial enerjisinin necə dəyişdiyini yazın. Deməli, bu K-dan gəlir O-ya. Düzdürmü? Bura sıfırdır da. Burada koordinat sıfırdır. Burada isə koordinatın müəyyən bir x qiyməti var. Deməli, bu K-dan O-ya gələndə bu x neynədir? Bu x azaldı. Bu x azaldısa, Y potensial bərabərdir. Kx kvadratı bölünsün 2 düsturuna görə x azalacaq. X azaldığına görə yayın potensial enerjisi nə edəcəkdir? Yayın potensial enerjisi də azalacaqdır. Digər tərəfdən biz bilirik ki, tam enerji nəyə bərabərdir? Kinetik enerji ilə potensial enerjinin cəminə bərabərdir. Və sürtünmə nəzərə alınmadıqda bu tam enerji nə eləmir? Tam enerji dəyişmir. İndi burada potensial enerjinin azaldığına görə tam enerjinin dəyişməməsi üçün kinetik enerjisi nə edəcəkdir? Kinetik enerjisi artacaqdır. Onda biz deyə bilərik ki, Y potensial deməli azalar, Y kinetik isə nə edir? Artar. Bu şəkildə olacaqdır uşaqlar. 59 nömrəli sualı deyir ki, düz xətlə hərəkət edən 8 kiloqram kütləli cismin yer dəyişməsinin zamandan asılılıq tənliyi S bərabərdir 5T kvadratı şəklindədir. İlk 2 saniyə ərzində cismə təsir edən əvəzləyici qüvvənin işini hesablayın. Deməli, uşaqlar, biz bilirik ki, işin düsturu Fs-dir. Əvəzləyici qüvvənin işini tapacamsa, F əvəzləyici vurulsun S yazacam. İndi uşaqlar, birinci əvəzləyici qüvvəni hesablayalım. Əvəzləyici qüvvə bildiyimiz kimi M vur A-ya bərabərdir. Buradan kütləmiz 8-dir. Təcil isə nə demişik? T kvadratının qarşısındakı ədədin 2 mislidir. Yəni, 5-in 2 misli 10-dur. Deməli, əvəzləyici qüvvəmiz oldu. 8 vurulsun ondan 80 Newton. Bəs S-i necə tapacam uşaqlar? S-i də bizə hazır verib 5T kvadratıdır. Yerinə yazsam, olacaqdır əvəzləyici qüvvə 80 vurulsun 5T kvadratı. T-də nə qədərdir? 2 saniyədir. Onda hesablasaq, 80 vurulsun 5 vurulsun 2-nin kvadratı 4. Buradan da nə alırıq biz? 1600 joule alırıq. Və uşaqlar, sonuncu sualımız 60 nömrəli sualda bizə deyir ki, verilmiş kütləli cismin sürətinin modulunun zamandan asılılıq qrafikinə əsasən onun kinetik enerjisinin zamandan asılılıq grafikini çəkin. Deməli, uşaqlar, burada qrafikimizi ilk öncə çəkək. Bizdən nəyi soruşur? Kinetik enerjinin, baxın, kinetik enerjinin zamandan asılılıq grafikini qur deyir. Tamam, quraq. Birinci baxırıq verilən qrafikdə, görürük ki, 0T1 intervalında hərəkət necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Yəni, V artır. V artırsa, avtomatik MV kvadratı bölü 2-yə görə kinetik enerji də artmalıdır. İndi necə artmalıdır? Bunu təyin eləyək. Biz bilirik ki, kinetik enerjinin düsturu MV kvadratı bölünsün 2-dir. Düzdürmü? İndi bu yeyinləşəndir. Yeyinləşən üçün V bərabərdir V0 üstə gəlsin AT tənliyini yazıram və başlanğıc sürəti 0-dır gördüyümüz kimi qrafikdən. Onda son sürət A vur T-yə bərabərdir. Gətirib bu ifadədə yazıram M böl 2 vurulsun V-nin də yerinə yazıram A vur T kvadrata yüksəltsəm A kvadratı T kvadratı olacaq. Düzdürmü? Gördüyümüz kimi kinetik enerji də zamanla necə asılıdır? Baxın, sürət zamanla xəttdə olsa da kinetik enerji zamanla parabola şəklində asılıdır. Yəni, Y kinetik,
t kvadratından asılıdır. Yəni qrafikimiz olmalıdır birinci hissədə parabola. Düzdür? Baxın, bu şəkildə oldu parabola. İndi baxıram T1, T2 intervalında sürət dəyişmir. Sürət dəyişmirsə kinetik enerjimiz də dəyişməz. Sürət dəyişmirsə kinetik enerjimiz də dəyişməz. Onda qrafikimiz olacaqdır sabit şəkildə. Yəni bu oldu 0 T1 intervalı, bu da oldu T1, T2 intervalı uşaqlar. Ümid varam ki, izahı başa düşdünüz. Belə şairlər, sınavın izahını bitirdik. Ümid varam ki, sizlər üçün öyrədici və əhəmiyyətli bir video olmuş olar. Ən azından düşünürəm ki, bura qədər olunmuş bir təkrarın sizlər üçün faydası olmuşdur. Belə şairlər inşallah növbəti video izahlarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın.